Dünənləri yağış yağdı. Dünənlərdə bir nəfər bu yağışda dünyasını dəyişdi. Allah Yəni bir rəhmət nəfər eləsin. işçi dünyasını dəyişdi. Amma əfsuslar olsun ki, Bakının ortasında bu kanalizasiya sistemi, bu üstü bəzək, altı da bilirsiniz ki, nə bu ha vaxtacan bitəcək. Keçən il bu sabunçunun körpüsü suyla dolmuşdu və 2 nəfər də dünyasını dəyişdi burada. Keçən ildən bu ilə 365 günə yaxın vaxt keçib. Yəni bir ağıllı adam gelib demədi ki, bu kanalizasiyanı düzəldin, bir oradan bir yer açın. Həyətimizdə su axmayanda bir dənə yerdən drellə deşirik ki, axıntı olsun. Axı niyə biz devlətimizin uğurlarını xırda bir məişət problemləri ilə hansısa müxalifət yönlü, evini işini bilməyən xaricdə oturanların, satqınların ağzına yen verdi? Niyə? Niyə bəzi məmurlar işlərini icra etmirlər? Bilmirəm, mənim bu sözlərim kəsəcəyi yox. Axı, devlətimiz buna yetərin qədər maliyyə ayırır axı. Niyə hər dəfə bu olur axı? Niyə? Mən Heydər Əliyev mərkəzinin qabağında olurdum. Dünənlər oradan nə deməkdir ki bu? Heydər Əliyev prospektindən o nə sular daxildir? Hanı onların kanalizasiyası? Hara getdi lüklar? Niyə cəmaatın evini su basmalıdır? Hansı devirdə yaşayırıq biz? Niyə insanlar yeni tikilinin altında idman salonu açıb su basıb buracan video çökün? Neçənci əsrdəyik biz? Niyə biz adiyyəti olan orqanlara görə bütün devlətin adı niyə getməlidir? Axı, cəmaat devləti bilir ki, devlət nə inir. Və siz nə inirsiniz orada oturub? Valla başqa yerdə olsaydı bundan məsul şəxslər səhərsi günü imza atardılar, istefa verib gedərdilər. Bu böyük bir problemdir, bu fəlakət deyil. Bu nədir, bir gün yağış yağır ölkədə? Elimlərdə dünən Akçayının qabağında buracan su var idi. Nə görürük biz? Hansı devirdə biz yaşayırıq?